Əgər biz bu günləri burada siyasi mühasirlər fəaliyyətdə olsalar, təbii ki, Alman dövləti Azərbaycanla bağlı tədbirlər görəcək. Yox, bu günləri, məsələn üçün, Almaniyada yaşayan Azərbaycanlılar heç bir tədbir görməsələr, heç bir insan haqlarına müraciət eləməsələr, burada millət vəkilləri ilə görüşməsələr, Azərbaycanda olan durumu ictimaiyyətə çatdırmasalar, Almaniya millət vəkillərinə çatdırmasalar, təbii ki, bu gün Almaniyanın iqtisadi maraqları var. Almaniya dövləti öz iqtisadi maraqları. Nəinki Almaniya dövləti, bütün dünya, bütün ölkələr həmişə çalışıblar ki, öz iqtisadi maraqlarını gütsünlər. Təbii ki, bu günlər Alman dövlətinin də bir gün qazdır, petroldur, Azərbaycandan güdür. Bunları məsələn üçün insan haqları ilə götürüb gəlsin, müqayisə eləsin. Bəli, bir gündən reallıq budur ki, bunu qəbul eləməliyik ki, məsələn üçün Almaniya məsələn insan haqlarını məsələn üçün qaza, petrola məsələn üçün qurban verməməsini istəyirik, tələb eləyirik bunlardan ki, yəni bu şeylərə görə demokratiyanı qurban eləməyin, insan haqlarını qurban eləməyin. Normal şəkildə düzdür. Biz məsələn üçün burada palatkamızı qurmuşduq. Məsələn üçün plakatlarımız yerində idi. Məhz gəldilər bizə dedilər ki, burada diktator qışqırmayın, burada mane olursunuz qonaqlara. Bu yüzden biz şeylərə əməl eləmədik, nadiclik elədik. Bu yüzden bir balaca bizi arkaya çəkdilər ki, oradan qışqıra bilərsiniz, yəni öndə yox. Bu yüzden şükürlər olsun ki, yəni biz istədiyimiz məqsədimizə, niyyətimizə nail olduq. Bütün dünya ictimaiyyətində bu görüntülər çatdı. Ya məsələn biz qışqırmaya, gəlib etiraz eləməyə, məsələn siyasi məhbusları gündəmə çatdırmaya. Bu təbiidir ki, məsələn sənin səs heç vaxt səs verən olmayacaq. Bu yüzden gərək biz birinci öz üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik, əməl eləməliyik. O cümlədən də sonra məsələn Almaniya Xarici İşlər Naziri olsun, məsələn Amnesty International olsun, başqa məsələn insan haqları olsun ki, məsələn BMT-nin insan haqları var. Başqa insan haqları var. Məsələn o şeyləri ki, məsələn siyasi məhbuslarla bağlı fikir bildirsinlər, mövqe qoysunlar.